günahın ən ağır təsirlərindən biri də qəlbin qəsavət bağlamasıdır. Qəlbin daşlaşmasıdır, qəlbin ölümüdür. Həqiqi ölüm bədənin bioloji ölüm deyil. Həqiqi varlıq, həyat da bu bioloji həyat deyil. Alimlərdən birinin gözəl sözü var, deyir, iki cür ölü var. Bir var üfüqi ölü, öldü aparıb basırırıq. Bir də var şaquli ölü, ayaq üstə gəzən ölülər. Əmir əl-Mömin əleyhissalam buyurur ki, surət insan surətidir, qəlb heyvan qəlbidir. Bu cürləri diri gəzən ölülərdir. Əgər insanın qəlbi ölübsə, yaşayırsa da o ölü kimi bir şeydir. İnsanlıqda nəsibi yoxdur, payı yoxdur. Günahlar insanın qəlbini öldürür, qəlbi qəsavət edir, qəlbi daşlaşdırır. Allah Quranda buyurur ki, Bəqərə surəsi 74-cü ayəyə baxın, Bəni İsrailin qissəsindədir, əhvalatındadır. Bəni İsrail qınıyır ki, sizin qəlbiniz qəsavət bağladı. Daş kim oldu? Bəlkə daşdan da möhkəm oldu. Sonra ayə ardınca buyurur ki, elə daşlar var ki, ondan su fışqırır. Möhkəm olmasına baxmayaraq ondan su gəlir. Elə daşlar var ki, Allah xovfundan paramparça olur. Amma sizin qəlblərinizdir, Allah xofu yoxdur qəlbinizdə. Qəlbiniz yumuşalmır ki, etdiyimiz bu günahlar, bunun cəzası var. Bunlar bizim ilahi qəzəbdir. Allahın əmrindən çıxmışam, Allahı qəzəbləndirən bir iş görmüşəm. Bunlar sizə qorxu yaratmır. Quran deyir, məgər o zaman gəlməyim ki, möminlər Allahın zikrini eşitdikdə qəlbləri lərziyə gəlsin, qorxuya düşsün. Qəlb qəsavət bağlayanda insan Allahın zikrindən də ləzzət ala bilmir. Moizədən ibrət ala bilmir. Namazlarında xuşu və xuzunu itirir. Daimən özündə bir gərginlik hiss eləyir. Özünü fəqir hesab eləyir. Dünyanı da ona versən yenə gözü doymayacaqdır. Günah gətirib insanın qəlbini bu cür qəsavət bağlatdırır. Və Quran buyurur ki, vay olsun o kəslər ki, onların qəlbləri qəsavət bağlayıb, Allahın zikrini eşitdikdə qəlbləri yumşalmır. Bəzən görürsən də biri günah eləyəndə, ərəblərdə belə bir söz var, birini bir pis söz deyəndə, səhv söz deyəndə, xəta eləyəndə, günah eləyəndə qarşısındakı ona deyir ki, ittəqillah. Yəni təqvalı ol, Allahdan qorx. Adam da var ki, ona bu sözü deyəndə, yəni qürurlanır ki, sən kimsən mənə belə deyirsən? Eləyirəm, yaxşı eləyirəm, bundan da beşini eləyəcəm. Qürur günaha sürükləyir onu. Bu qüruru sındırmaq lazım idi Allahın huzurunda. Qəlb qəsavət bağlayanda insan gəlir bu hala düşür ki, görürsən, moizə də ona təsir eləmir. Namaz da qılır, namaz elə can dərdi qılır. Namazında o hal yoxdur, xuşu yoxdur, xuzu yoxdur. Niyə? Çünki qəlbin bu dünyadakilərə bağlanır. İndi sən o axirətə bu qəlbi yönəldə bilmirsən, oradakılar sənin üçün nisiyəyə çevrilib. Sən bu nağdıdan yapışmısan, bu düşüncədəsən.